Salam hər kəsə, necəsiz? Yəqin ki, yaxşı olarsınız, çünki mənim səsimi eşidirsiniz. Gördüyünüz kimi, mən çörək pişirirəm. Bəli, halal nimət, zəhmətkeş əllər. Qəşəngcərin yumurtanı bax belə çırpırıq. Acığımızı yumurtadan çıxırıq. Ondan sonra gəlmiş xəmirimizin, baxın görün necə gözəl xəmirdir, çox yumuşaqdır, inanın Allahım. Əlimə qəşəng duru yağdan belə çəkirəm, sonra xəmiri belə altdan yuxarı elənçiyinə eləyirəm, bıçaqdan qəşəngcənə kəsirəm. Duru yağı ona görə əlimə çəkirəm ki, yapışmasın əlimə. Bax belə uzun sol eləyirəm. Yumru da eləyə bilərsiniz, uzun sol da eləyə bilərsiniz. Mənim dəyərli ana bacılarım. Bax belə qəşəngcənə eləyirəm. Bəli. Hazır elədikdən sonra bıçağı götürürük, bax belə kəsirik. Qəşəngcənə. Bıçağın biraz gördüyünüz kimi biraz deyəsən nədir? Kütdür. Orası nətər bomba qaldı, ona neysə aşağıdan çevirin, şimdi yuxarıdan elə görünür. Neysə, uzun sözün qısası. Siz də eləyəndə səliqəli şəkildə eləyərsiniz. Bax, bunu belənçiyini eləyirəm. Bunları qəşəngcənə belə eləyirəm. Yağlanan olsa da tərifləyərsiniz. Daha sonra qəşəngcənə yumurtanı üzərinə çəkirəm. Ən çox da kəsilmiş araları çəkirəm ki, daha qəşəng olsun. Bəli. Mən belə gözəl çörək pişirirəm. Çünki mən möhtəşəməm. Möhtəşəm. Möhtərəm yox ha. Möhtəşəməm. Sonra çörək otundan üzərinə sərpirəm. Bax, bu da hazır. Göz haqqınızı halal eləyin, məndən yoxdur.